Önür saxla. Pişirən çoxdur, amma danışan yoxdur. İki getdik. Sonra Masa arxasına. salam, hər vaxtınız xeyir. Masa arxası yenə efirdədir. Bugünkü qonağımız Zaur Bayramovdur. Xoş gəlmisən Zaur. Salamlayıram hər birinizi. Rüstəm, təşəkkür edirəm dəvət etdiyiniz üçün. Yeni layihəniz, verilişiniz də uğurlu olsun. Çox sağ olun, minnətdarıq. İnşallah ki, davamlı. Zaur, özü biraz təqdim edə bilərsən izləyicilərimiz üçün, qonaqlarımız üçün. Belə deyim də, Rüstəm bəy, mən artıq 17 ildir ki, Horeca sahəsində çalışıram. Ən aşağı pillələrdən başlamışam və restorana aid olan bütün belə deyim də, bölümlərin hər birində kifayət qədər işləmişəm zaman baxımından. Ofisiant köməsi işləmişəm, barmen köməsi işləmişəm. Hətta mənim bir müdürüm var idi. Bizi bir həftə mətbəxdə işlədirdi, bir həftə barmen olaraq çalışdırdı, bir həftə qarson olaraq çalışırdı. Ona görə bütün restorana aid olan hansı ki görməli işlər var, hamısına yəni anlayışımız var. Restoran açarkən nələrə diqqət etməliyik? Bilirsiniz Rüstəm bəy, bu əslində çox geniş miqyaslı bir sualdır. Əgər biz restoranın açılışından bəhs ediriksə, təbii ki, yəni burada bir neçə amillər var. Onlardan da ən vacib onlardan biri lokasiya seçimidir, mütləq şəkildə. Çünki restoranın davamlı şəkildə işləməsinə lokasiya böyük önəm daşıyır. Daha sonra restoranın lokasiyası seçildikdə mütləq və mütləq şəkildə onun konsepsiyası bəlli olmalıdır. Artıq restorator dediyimiz bir şəxs bilməlidir ki, hansı konsepsiya üzərində işləyəcək, onun mətbəxidir və növbəti onun diqqət yetirəcəyi məsələlərdən biri hansı mətbəx üzərində işləyəcək. Sizin özünüz də bu sahədə təcrübəniz olduğu üçün, brend şef olduğunuz üçün yəni bilirsiniz ki, mətbəx restoranın yəni döyünən ürəyidir, bəli. Ona görə mətbəxdir, konseptdir, lokasiyadır. Bunlar ən vacib olan amillərdir. Deyək ki, lokasiyanı tapdıq, restoranı seçdik. Bizi nə uçuruma apara bilər? Və yaxud nə uğura apara bilər? Uçuruma apara biləcək məsələ odur ki, restoran daima dinamik inkişafda olan bir sahə olduğu üçün mütləq və mütləq şəkildə yəni restorana rəhbərlik edən şəxs inkişafla, zamanla ayaqlaşmalıdır, trenddən geri qalmamalıdır. Mütləq və mütləq şəkildə son illərdə biz bilirik ki, marketinq məsələsi böyük bir əhəmiyyət kəsb edir bizim sahədə. Bəli. Marketinqə yəni üstünlük verməlidir həmçinin. Zaur bəy, dediniz restoratorlar. Restoratorlar kimlərdir? Restorator deyəndə siz nəyi nəzərdə tutursunuz? Bilirsiniz, restorator dediyimiz bir şəxs ilk öncə onda liderlik keyfiyyəti olmalıdır. Restorator dediyimiz bir şəxsə özündə bir çox amilləri toplamalıdır. Vurğuladığım kimi ən birincisi onun liderlik keyfiyyəti olmalıdır. Rəhbərlik etdiyi restoranda mütləq və mütləq şəkildə onun vizualizasyonu olmalıdır ki, yəni vizualizasiya bizim yəni sahədə bir restorator olaraq çox vacib bir amildir. Zaur bəy, rəhbər olmaq üçün nə etmək lazımdır? Və rəhbər olmaq istəyənlərə tövsiyələriniz nələrdir? Rəhbər olacaq şəxslərə tövsiyələrim ola bilər ki, ilk öncə öz işini sevsinlər. Növbəti onların görəcəyi işlərdən də ola bilər ki, komanda şəklində işləmək lazımdır. Komanda şəklində işləməyə bacarmaq lazımdır və komandanı öz arxasınca aparmaq lazımdır. Çünki bilirsiniz, bir çox rəhbərlər görmüşük ki, hansılar ki, öz işini görür, lakin komandasını hiss edə bilmir. Və mən hər zaman vurğulamışam, işlədiyim bütün müəssisələrdə, keçirdiyim treninqlərdə, iclaslarda həmişə demişəm ki, bir şəxs əgər yəni restoran biznesindən danışırıq da, əgər bir şəxs bu sahədə addımlaraq böyüyürsə, mütləq və mütləq şəkildə onun arxasınca böyüyən bir komanda olmalıdır. Çünki bu işdə yəni vahid şəklində sən xidmət yəni göstərə bilməzsən, vahid şəklində sən mövcud ola bilməzsən heç bir halda. Çünki sənə inanan komandanın yoxdursa, sən artıq bir rəhbər ola bilməzsən. Sadəcə ortada fiqurasan. Sizə o zaman bir sual da verim. Bu sahədə çalışmayan, kənardan gələn bir şəxs rəhbər ola bilərmi? Düşünürəm ki, xeyr, ola bilməz. Amma bu sahədə məncə yetərincə elə bir şəxslər var ki, bu sahədə işləməyib, kənardan gəlib hansısa bir restoran və yaxud başqa bir coffee shoplar deyəkmi, başqa bir yerlər mi deyəkmi, orada rəhbər vəzifəsində çalışırlar. Bax bilirsiniz, elə bu vacib olan amil olduğu üçün ona görə bir çox restoranlar artıq uçuruma gedir və baxırsan ki, müəyyən bir müddətdən sonra həmin restoranlar artıq konkurensiya eləmirlər və yaxud da ümumiyyətlə bazarda mövcud deyirlər. Bir sual verim sizə.
keyfiyyətli iş yoxsa daha çox qazanc? Bu investorlar üçün Əgər belə deyim də, əgər mən bu sahədə bir 10 il bundan qabaq bu sual mənə verilsəydi, təbii ki, mən deyərdim ki, qazanc. Lakin qazanca ən uğurlu yol keyfiyyətli işdən keçir. Əgər çoxlu, yəni bu sahədə qazanc əldə edirsə, mütləq və mütləq şəkildə işin keyfiyyəti, yəni vacib bir yəni amildir. sizcə Azərbaycanda hal-hazırda keyfiyyət neçə faizdir? Yəni hardadır keyfiyyət? Keyfiyyət deyərkən nəyə nəzərdə tutursan? Misal üçün struktur, sistem, ümumi hər bir şey, xidmətdən başlayaq mətbəxinə qədər hər bir şeyin bir xətt üzrə getdiyi bir sistemdən mən danışıram. Tam səmimi etiraf eləsək, yəni heç kəs məndən inciməsin. Mən düşünürəm ki, bizim ölkədə restoran sektoru o qədər də inkişaf etməyib. Ola bilər biz gözəl konseptlər, gözəl dizaynlı restoranlar açıq bugünkü günü, hər hansısa bir mətbəxləri, misal üçün Azərbaycan mətbəxini, Avropa mətbəxini birləşdirib müasir füzyon formatında nələrsə yaradırıq. Ola bilər. Lakin o keyfiyyət demək deyil də, bilirsiniz niyə? Çünki mən sizə belə bir şey deyim. Keyfiyyət o zaman yaranır ki, əgər ki insanlar sistemə xidmət edir. Yəni belə deyim də, bugünkü günü mən hər hansısa bir müəssisədə yoxam. Müəssisəni tərk eləmişəm, tutalım ki də. Amma məndən sonra həmin müəssisə eyni stabil olaraq göstərdiyi nəticəni davamlı şəkildə mənsiz göstərə bilirsə, deməli orada sistem artıq formalaşıb, sistem var və deməli restoran yəni işləyə bilir. Sistem insanlar üzərində qurulur. İnsanlarla bağlı sizə bir sual vermək istəyirəm. Belə, insani keyfiyyətləri yaxşı olan bir işçi, yoxsa iş keyfiyyətləri yüksək olan bir işçinin tövsiyə? Hansı sizə görə daha üstündür? Əslində hər ikisi vacib. İşə götürərkən də hansı amilləri ön plana çəkirsiniz? Belə deyim də, əslində hər ikisi vacibdir, hər ikisi vacibdir. Lakin belə deyim də, bizim kulturanı, bizim mədəniyyəti, bizim etikamızı, bizim düşüncə Azərbaycan olaraq da düşüncə təzmin nəzərə alsaq, mənim fikrimə görə, bu mənim şəxsi subyektiv fikrimdir. Mən düşünürəm ki, bizdə ilk öncə o insan olsun, işi bizə öyrədərik. Allah. İnsani keyfiyyət daha vacibdir. Bax, bilirsiniz necədir? Mən həmişə deyirəm ki, restoran ümumiyyətlə girişdən başlayır. Aynen. Yəni başa düşürəm indi deyə bilər ki, təbəssüm falan, yəni o deyil. Restoran nəyə görə girişdən başlayır? Bir müştərini belə deyim də biraz mövzu ola bilər, kənar ola bilər, amma ətraflı genişsin, yəni deyim. Buyurun. Bir müştəri restorana daxil olarkən, əgər biz ona necə deyim, isti münasibəti göstərməmişiksə, düzgün qarşılamamışıqsa, hər hansısa bir süni şəkildə işimizin xatirinə salamlamışıqsa, o müştəri onu hiss edir mütləq şəklində. Və növbəti artıq o gəlib əyləşəndən sonra, sifarişini verəndən sonra, ola bilər ona keyfiyyətli yemək biz təqdim edə bilərik. Ola bilər keyfiyyətli servis göstərə bilərik. Lakin bunun hamısı əvvəldən süni başlayıb deyə, biz yəni müştəri ola bilər ki, ilk səfəri ola bilər və son səfəri ola bilər. Bu tamamı ola bilər. Bəli. Nəsə yarımçı. Sizə bir sual vermək istəyirəm. Hər zaman deməyək, əksər restoranlarda mətbəx və zal arasında yəni soyuq bir savaş var, müharibə var. Bu nədən irəli gəlir? Niyə var bu? Təcrübəsizlik yoxsa işin sistemi belə olmalıdır? Yəni biz bir komandayıqsa, yəni burada bir zəncirvari iş görürüksə, zaten biz o müştəridən qazanırıq. Yəni niyə aramızda müharibə yaransın? Buna səbəb nədir? Bilirsiniz, bu həmişə olub, var və düşünürəm ki, bu həmişə də olacaq. Nəyə görə? Əslində bunu da yəni sistemləşdirmək olar. Hansı qaydada izah edim? Belə deyək də, restoranda müştəri ilə hər hansısa bir mübahisə yaranıbsa, müştərinin narazılığı, etirazı varsa da, bunun bir neçə həlli yolu var. Yəni bu standart şablondur deyək ki, misal olaraq deyirəm. Əgər məhsulda, təqdim etdiyi məhsulda bir problem varsa da, misal üçün də, burada operativ bir menecer lazımdır və yaxud restoran nümayəndəsi lazımdır ki, hansı ki, məsələni aydınlaşdırmaq lazımdır. Əgər problem məhsuldadırsa da, biz həmin məhsulu müştəriyə ya yenidən hazırlayıb təqdim etməliyik, ya o həmin məhsul ümumiyyətlə qəbzdən aradan qaldırılıb ona hədiyyəlik, ikramlıq belə deyək də nəsə verilməlidir və yaxud da müştərinin gözləmə vaxtı varsa da biz həmin məhsulu ona yenidən bişib təqdim etməliyik. Və sizin sualınıza da gəlincə mən aparıb mən və yaxud restoran nümayəndəsi belə deyək də zalda müştərinin işləyən şəxs aparıb onu mətbəxə bildirəndə ki, müştərinin etirazı var.
aşpaz hər zaman deyir ki, ola bilməz. Amma olanda Maraqlı da olur. söhbət. Sizcə bu düzgün bildirirmi? Bildirir. Qonaq hər zaman haqlıdır. Bu çox geniş bir sualdır. Belə deyim, əgər biz əvvəlki dövrlərə Çünki üzr götürsəydik, istəyirəm, biz hər cür problemlə qarşılaşmışıq restoranda, hər cür fikirlə, yəni həqiqətən problem olan şeylər var restoranda, siz sadaladınız. bəli. Bir də bəzi nöqsanlar çıxır ki, nə siz onu başa düşə bilirsiniz, nə mən, amma ortada bir problem kimi qalır. Ona görə bu sual verirəm ki, yəni qonaq hər zaman haqlıdır. Çünki bizdə Xeyr. restoranlarda bu artıq formalaşır, qonaq hər zaman haqlıdır. Xeyr, qonaq hər zaman haqlıdır. Bir fikir əslində yoxdur. Lakin əgər qonaqla hər hansısa bir problem yaranıbsa, mütləq və mütləq şəkildə o problemi aradan qaldırmalıdır və nəinki qaldırmalıdır. Elə etmək lazımdır ki, o müştərinin loyallığını qoruyub saxlamaq lazımdır. Onun bayaq dediyim kimi bir neçə yolları var müştərinin loyallığını saxlamağa, amma hər bir halda o restorandan narazı getməməlidir. Bir dənə də sual verim sizə. Hamıya məncə maraqlıdır bu sual. Servis haqqı nədir? Ya mən onsuz da gedirəm restorana, çayva verirəm. Niyə bir də əlavə olaraq servis haqqı ödəməliyəm? Hamısının kimi əlavə çayva verin baxır Rüstəm bəy. Ya belə deyim də servis xidməti nəyə görə tətbiq olunur? Faiz nəzərdə tutursunuz. Belə deyim də o əlavə motivasiya edəcək bir şeydir personal. Kimlərə bölünür o? Kimlər bununla pay alır? Xidmətdə iştirak edən hər bir kəs, xadiməsindən başlayır, ofisiantı, meneceri, Bunun bir aşpazı, bölgü sistemi var, düsturu var, necə? hər bir restoranın özünə uyğun strategiya bölümü var. Restoran var ki, təmiz 5% personalı verir, yəni ofisiantına verir və digər 5% digər ştatlar arasında bölür. Restoran da var ki, təmiz 10%-ni öz ofisiantına onu verir. Sizdə başqa motivasiya növləri var? Yəni siz öz işlərinizi təlim keçirirsiniz, başqa motivasiyalar falan. Bəli, əlbəttə ki, satışın üzərindən misal üçün ya 15 gündən bir, ya 1 aydan bir, misal üçün vacib olan pozisiyalar var restoranda, tutaq ki, hansı ki, restorana daha çox gəlir gətirən pozisiyalar var. Ay üzrə misal üçün biz sistem üzərindən baxırıq, hansı ofisiant, qarson belə deyək, masadar və yaxud bizim özümüzə desək, hansı çox satış eləyibsə də gəlirli pozisiyalar baxımından ona əlavə motivasiya maddi olaraq yəni edirik. Zahir bəy, çox sağ olun. Minnətdarıq, gəldiniz, suallarımızı cavablandırdınız. Ümid edirik izləyicilərimizin də xoşuna gəlib. Bu bizim fikrimiz idi. Siz öz fikirlərinizi rəy bölməsində bizimlə bölüşə bilərsiniz. Masa arxasına baxdınız. Sağ olun. Sağ olun. Sağ olun, təşəkkür edirik.